Dinləyirik amma qınamırıq. Səndən tanış olmamışdan elə bilirdim ki, geysən. Bu heç təcrübəlidir. Normalda 90% insanların belə düşündüyünü nəzərə alsaq. Mən neysə bütün oğlan dostlarımı elə zənn edirəm. Təkcə qızlar- sənə bu deyilsə. qızlar Dinləyirik amma qınamırıq. Deməli səndən tanış olduğum günü soruşmuşdum ki, Nərminin nə qədər followeri var. Onu nəzərə dedim, bu qızla dostluq eləyim yoxsa yox. Başa düşmədim mən. Mən Hə. səni tanıdığım ilk günü orada soruşmuşdum ki, Nərminin nə qədər followeri var. Bunun nə dəxlisi var? Əgər çoxdursa dostluq eləyək. Çox deyəcəyik. Səni eşək. Haçan dəxlisi yox idi. Doğrudan bilirdim ki, dost olacaq axırda. Vay 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 vay. Mən. Çünki followerim var. Olmasaydı bəs. Dinləyirik amma qınamırıq. Bəzən sən özünü çox belə ağıllı, kreativ hesab edirsən amma mən düşünürəm ki, sən bəzi zaman çox safsan və hamıya inanırsan. Bu pis bir şeydir ki. De yəni özünün fərqinə var. Özümə baxıram orada yetim kimi.